Bu axşam televiziyalarda gedən qara PR-dan sonra biz qərara gəldik ki, burada mətbuat konferansı keçirək, briefing keçirək və məndən əvvəl danışan bütün həmkarlarımla, yoldaşlarımla razıyam dediklərindən. Mən Həsənov Rəşad, Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, 2012-ci il may ayında qoşulmuşam. Mən bu hərəkata qoşularkən bu hərəkatın çox cəsarətli üzvləri olduğu üçün qoşulmuşam. Bu hərəkatda tanınmış simalar var. Bəstəkardan yazıcıya qədər, köşə yazarından aktyora qədər, cürəbəcürə peşə sahiblərinin olan fəallar var. Və məni bu hərəkata bu insanların profili cəlb elədi. Gəldikdən sonra idarə heyətinə seçilmişəm bir neçə ay sonra. İdarə heyətinə seçildikdən sonra da hər zaman dostlarımız kimi mən də qeyri-zoraki mübarizə metodlarının təbliğ olması ilə məşğul olmuşam. Bu həbslər zamanı biz bir şeyin şahid olmuşuq ki, bu üç gənc yaşları azdır, tələbədirlər və bunlara evlərində tapılan materiallar hamısı hüquq mühafizə orqanları tərəfindən qoyulub. Bunları ailələri də təsdiqləyir. Düzdür, Məhəmmədin ailəsi olmadığı üçün, yanında heç kim olmayıb evdə axtarış olsun. Digər, istər Şahində olsun, istər Bəxtiyarda olsun, onlar təsdiqləyir ailəsi. Pulla bağlı da atası açıqlama vermişdi Şahinin ki, o pul ona aiddir. Bəli, bir yoldaşı tərəfindən ona verilmişdi, biznes məqsədi ilə istifadə eləsin deyə. Bunlar işin bir tərəfi. İkinci tərəfi, açıqlamalarda deyilir ki, Nida Vətəndaş Hərəkatı 10 mart aksiyasında güya biz təxribat eləyəcəkdik, güya orada molotov kokteyllər adı. Baxın, bunlar gülüzdür. Bu insanların, vətəndaş hərəkatı, bizim hərəkatın bütün üzvləri tanınır. Biz şəffaf hərəkatıq. Heç bir gizli fəaliyyətimiz yoxdur, olmayıb, olmayacaq da. Bugünə kimi nə cür mübarizə aparmışdıqsa, bundan sonra da elə davam eləyəcəyik. Bizi susturmaq istəyirlər ki, güya biz zoraki yollara əl atacaqdıq. Baxın, 10 mart aksiyasından əvvəl 12 yanvar aksiyası olub. 12 yanvar aksiyası son illərin ən uğurlu aksiyasıdır. Bu cür davam eləyən, yüksələn bir xətlə davam eləyən dövrdə bizim başımıza hava gəlib ki, biz götürək nəyisə bir zorakılığa əl ataq, yoxsa neyniyək? Biz heç bir zoraki yola əl atmamışıq, atmırıq, atmayacaq da. Və buradan bir daha bildiririk ki, hökumət bu təzyiqlərə son versin. O gənclərə olunan işgəncələr hüquq mühafizə orqanları tərəfindən, yəni məhkəmələr tərəfindən araşdırılsın, prokuratura tərəfindən araşdırılsın. Bizə həbs eləyəcəklər, eləsinlər. Gücləri ona çatır da. Narkotik vasitələrdən qoyulub. Bu insanlar narkotik istifadəçisi deyirlər. Qanlarına heç bir narkotik vasitə çıxmıyor. Küllü miqdarda özü narkotik güya tapıblar. Bu hüquq mühafizə orqanlarının, xüsusilə də MT-nin bilinən şeydir onsuz da. Kimi ciddi şəkildə cinayət açmaq istəyirlərsə fəallardan, ya cibinə atırdılar, ya evinə qoyurlar, narkotiki çıxarırlar. Bu da növbətçisidir. Bizim üzvlərimizə, o üç üzvümüzə daxil, bəli biz onlar haqqında narahatıq, digər üzvlərimiz haqqında narahatıq, idarə heyəti haqqında narahatıq. Narahatçılıq təbiidir. Bizə görə digər dostlarımız, fəallar, siyasi fəallar, ictimai fəallar narahatdılar. Əl çəkin bu metodlardan. Biz uşaq bağçası deyilik ki, narkotik vasitələrlə, narkomanlarla nəysə iş görə bilək. Bu gənclər də nə narkomandır, nə də narkotik vasitəsinin satışı və ya istifadəsinə məşğuldurlar. Bizim Milli Təhlükəsizlik Nazirliyimiz Facebooka nəzarət eləyə bilir. Yəni orada yazışmalar varsa, bunu subut kimi ortaya çıxartsınlar. Göstərsinlər ki, var. İndi bizdən varlığı, yoxluğu var da biz onu bilə bilmərik. Onlar şəxsi mesajlaşmada nə yazışıblar, onu bilmirik. Kimlə yazışıblar? Orada deyir ki, dördüncü bir şəxslə. Baxın, bu üç nəfəri bildiniz kimdir? Dördüncü şəxsi nə var tapmağa? Yəni bu ölkədə madəm varsa belə bir şey, dördüncü şəxsi də çıxardın. Eləmədiyimiz şeyləri və burada demədiyimiz şeyləri sabah bizə də təzyiq edib, işgəncə verib, dedilsələr, televiziyada versələr, nə bilim, neynəsələr, kəsən mən və digərlərindən də sual verəcəm. Mən deyirəm ki, inanmayın. Mən burada dediklərimdən əlavə deyirəm bir şey desəm, ona inanmayın. Mən burada dediklərim həqiqətdir. Məni qandallayacaqlar, kefim olsun. Dustaqlara pay yollayacaqlar, kefim olsun. Köksümdə çuxur baxtıma miskil dolacaqdır. Kölgəmdə ölüm yallayacaqlar, kefim olsun. El sağlığına ağrı içib keflənəcəm mən, dərd qurşağını xallayacaqlar, kefim olsun.
Bir qorxu ölüm gəldi, əcəl tabutuzdandı. Mərmi ilə yaşam şallayacaqlar. Kefim olsun. Day sevdə nədir darbadasından işıq almaq. Bir gün ki, günəş dallayacaqlar. Kefim olsun.